Mən Solmaz, yəni Instagramda tanıdığınız Solizm və bu mənim ilk YouTube videomdur. Bugünkü qonağım Ləman. və Ləman blok imtahanından maksimum bal 400 bal toplayıb və istədim ki, abituriyentlərə birlikdə tövsiyələr verək. Tövsiyələr verir və mən sizə tövsiyə verməyə gəlmişəm. Yəni sual-cavab tərzində bir video çəkmək istədik və sizdən ən çox marağınızda olan sualları aldıq. Çox uzatmadan öncə videoya başlayaq. İlk öncə maraqlı əyləncəli suallardan başlamaq istəyirik. Sonlara doğru biologiya, kimya və fizika haqqında ümumi taktikalar verəcəyik. Birinci sualım 400 ballı gözlərdinmi və öyrəndin nə etdin? Yəni blok imtahanından ilk çıxandan bəri 400 balı gözləyirdim. Ətrafımdakı insanlar da deyirdi, hə 400 gələcək falan. Amma bilirsən nə? Yəni xəyal qırıqlığı yaşamamaq üçün demirdim ki 400 gələcək. Deyirdim yox ay müəllim 400 gələ bilməz. İlla hardansa kəsəcəklər. Yəni içimdə bəlkə bir yerdə gözləyirdim, amma bunu dilimdə demirdim. 400 bal gələndə evə gəldim, telefonum da sönmüşdü. Telefon atam da gəldi dedi ki, hə 400 gəlib və çox sadə reaksiya verdim. Yəni sevindim və getdim oturdum, telefona baxmağa davam elədim. Çünki spoiler yemişdim də, yəni bilirdim ki, hə 400 gələcək, amma yəni sevincini əlbəttə ki, sözsüz ki, yəni dəhşət bir sevinç yaşadım içimdə. Bunu yaşamış biri olaraq Ləmanla bir yerdə mən bilirdim ki, o 400 yazacaq və demişdim buna özünə də ki, 400-dür. Amma heç qondurmamışdı ki, bəlkə də bilmirəm falan demişdi. Amma mən həqiqətən ona inanırdım. Teşekkürler. Bildiyiniz kimi Don't give up. Və dediyimiz kimi 9 mart və 15 mart buraxılış imtahanları çoxunuz üçün yaxşı keçməyib və bir neçə buraxılışdan sonraki dönəm haqqında bir neçə tövsiyə vermək istəyirik. Bir neçə elemana sual vermək istəyirəm bu haqda. Buraxılış imtahanından sonraki dönəmdə blok imtahanı hazırlaşanda hansı səhvləri etməməliyik? Birinci səhvi dedim onsuz bayaq ki, buraxılışın təsirində qalmayıb tez bir zamanda bloka başlayın. Başqa hansı səhvlər eləməmək lazımdır? Bir qayda. Biz 4-cü qruplar olaraq qaydanı çox ciddiyə ala bilmirik. Qayda oxumaqdan da qaçırıq bacardıqca. Amma həqiqətən 10-cu sinifdə də 11-ci sinifdə də əsas məsələ qayda oxumaqdır. Qaydanı qavrayandan sonra suallarla işin içindən bir tər çıxmaq olur. O deyənlər var ya, mən dərsi test işləməyini öyrənirəm. Bu doğru deyil. Əlbəttə ki, siz yaza bilərsiniz. Biraz zəkalı bir uşaqsınızsa, biraz məntiqiniz varsa, həqiqətən də testlərlə öyrənib yaza bilərsiniz. Amma bu çox da düzgün deyil və ya da 400 bal üçün bir zəmanət də deyil, onu da deyim. Mövzunun qaydasını yaxşı qavrayın, sonra test işləməyə başlayın. Hələ ki, ən çox da bu fizikada belədir. Onda bu sualın yeri gəlib onu soruşum. Qayda mı çox oxumaq, test mi çox işləmək? Mütləq birini seçməliyəmsə qayda deyərəm. Amma mütləq ikisi də öz yerində olmalıdır da. Biologiya onsuz bizim ən çox bal gətirən fənlərdən biridir. O dəhşət çox qayda tələb edir. Yəni bu 5, 6, 7, 8, 9, 10, 11 biologiya dərsliklərini yaxşı oxumaq lazımdır, təkrar oxumaq lazımdır. Bütün məqamlarda diqqət yetirmək lazımdır. Ona görə qayda bizdə birinci gəlir. Kimya fizikanda testdən yaxşı işləmək üçün qaydanı yaxşı bilməlisiniz. Amma bu demək deyil ki, qaydanı oxuyub test yazmayım, təcrübəsiz də olmur. Yəni ikisini də bir yerdə aparmağı bacarmalısınız. Məncə də o biologiya mövzusuna toxundu. Biologiyadan hər tərəfli olmaz. Yəni biologiya təkrardır da, yəni bacardıqca, boş vaxt tapdıqca, həftə sonları, mövzunu keçəndən sonra, yəni daim çalışın təkrarlayın. Bu hissəyə də toxunmaq istəyirəm ki, mənə yazırlar ki, buraxılış imtahanında daha çox vaxt bölgüsündə problem yaşayıbsınız. Ləmana soruşmaq istəyirəm ki, 400 bal topladığı imtahanda vaxt bölgüsünü necə etdi və hansı, məsələn, biologiyadan mı başladı, kimyadan mı, ümumən? Mən sevdiyim fən kimyadır. Ona görə kimyadan başladım. Yəni kimya işlədim, qurtardım bir dəfə. Əgər yazmadığım hər hansı bir sual var idisə, ona bir də baxdım, amma çox vaxt itirmədən. Məsələn, bizim ildə situasiya çətinlikdi və mən situasiyanı tam yaza bilməmişdim, amma niyə çox arxayın idim. Keçdim sonra tez biologiya, niyə? Ən çox qorxduğum da biologiya idi. Suallar çox çətin ola bilərdi, çox asan da ola bilərdi, hər şey ola bilərdi. Ona görə fizika yox, biologiya keçdim ki, ağlım biologiyada qalmasın. Başladım biologiyanı yazdım, qurtardım, keçdim fizikaya. Bu elə ilk suallarla tanışlıq idi. Hamısını işləməyə çalışdım. Əlbəttə ki, boşluqlarım var idi, bu çox normaldır. Qəti stres olmur, özünüzlə danışın ki, sakit, sən həll edəcəksən. Bu təkrar bir dəfə yazıb qurtarandan sonra bizim imtahanda mən yenə çox xoş dərsləməyəcəm, amma ilk 1 saatda demək olar ki, işləyib qurtarmışdım. Məndə də elə olurdu. Mən də yəni çox şey olurdu. 1 saatda qurtarırdım. Sonra əslində mənim səhvim təkrar baxmamam idi. 1 saat işləyirdim, sonra kodlaşmaya yarım saat baxırdım, sonra çıxırdım. Yəni həqiqi imtahanda belə olmadı, amma sınaqlarda belə olurdu. Mən görüb görə biləcəyiniz bəlkə də ən çox diqqət səhvi buraxan insanlardan biri olmuşam həyatım boyu. Ona görə sürətli olsam belə diqqət səhvlərim çox olurdu. Təkrar üstdən getməli idim. İkinci təkrarda bu eyni ardıcıllığını eləyirdim. Kimya, biologiya, fizika. Bütün sualların üstündən gedirdim. Hətta fərqli yollarla həll etməyə çalışırdım ki, bəlkə gözümdən nəticə qaçıb, sayda karandaşla alırdım, şərti oxuyurdum, şərtdə lazım olan sözün üstündən xətt çəkirdim. Belə ki, yəni məğz bu sözlərdir ya. Yəni bütün ehtimalların qarşısını almağa çalışırdım da. Bu da qurtardı. Yenə bir dəfə üstdən getdim.
Hardasa 1 saatdan çox vaxtınız qalacaq. Dəqiq bilirəm ki, minimum 1 saat 15 dəqiqə vaxtınız qalacaq. Kodlama hissəsi gəlir. Onda nə edirəm? Məsələn, başladım kimyadan kodlamağa. Açdım kimya səhifəsini. Tutaq ki, burada bir 10 sual var. O 10 sualı bir də başdan baxıram. İkinci dəfə. Baxdınız başda 4-ü də eləyə bilərsiniz. Blokda eləmişdim, yadımda deyil, eləmiş ola bilər. Bir dəfə baxın o 10 suala. Baxdınızmı? Keçirsiniz vərəyə. Nöqtələr qoyun. İşinizi risk atmayın, xahiş edirəm. Nöqtələri qoydum. Bir dəfə onsuz hamısına baxmışam. Başladım kodlamağa tək-tək. İstəyirsiniz tək-tək kodlayanda da belə gözlə çəpəki baxın görüm hər şey yerindədir. Amma eləməyə də bilərsiniz. Kodlayırsınız. Hazır 3-4 dəfə üstündən gəlmiş olasınız. Bu qədər. Bəli, 400 yazmanın sirrini eşitdiniz. Həm diqqət, həm sürət. Təbii ki. Üzr istəyirəm. Üzr istəyirəm. Mən çox həyəcanlı bir insanım. Ona görə üzr istəyirəm. Yo, benim maraqlı oldu. Lamandan sonra bana çox bir şey demək düşmür əslində. Mən də 370 bal toplamışam blok imtahanından və mən də vermək istədiyim tövsiyələr ilə təxminən eynidir. Bu sual asandır deyib, o sualı bir dəfə baxıb keçməyin. Ləman dediyi kimi bütün suallara eyni həssaslıqla baxmalısınız məncə və bunu həm sürətli, həm də belə başdan sona etmədən eləməlisiniz. Stressin necə azaldır? Ağlayırdım. Bir gün bütün günü ağlayırdım. Evdə olan hamının baş beyni şişirirdim. Yəni hətta yadımdadır ki, atam gəldi. Hətta bir gün əvvəl də ağlamırdım, 2-3 gün əvvəl ağlayırdım. Atam gəldi, səhərdi ki, dedi, narahat olma dedi. Əsgərə getməyəcəksən ki, gələn il təzədən hazırlaşarsan ki, o dərəcə çox ağlayırdım. Qorxu düşmüşdü. Dedim, ata nə danışırsan əsgərə getməyə? Mən ikinci şansa belə getmək istəmirəm. Belə bir dialoq həqiqətən yatan vaxt gerçəkləşdi. Anam da ümidini kəsmişdi bir yerdən sonra ki, bu uşaq bu qədər ağlayırsa imtahanı nə olacaq? Amma yəni imtahana gedəndə stresim yox idi. Belə getdim gülə-gülə, baxdım uşaqların sifətinə, belə nəzarətçilə falan danışdım. Nəzarətçilə yox, yoxlayanla danışdım. Stresim falan yox idi. Buradan o nəticəyə gəlirik ki, içinizə atmayın. Birilərinə, ağlamaq mənasında demirəm, birilərinə danışın bu stresiniz haqqında. Hətta qrupa da yazmışdım. Bizim qrup var, qızlar nəsə olmadı var burada. Orada yazmışdım. Ağlayırdı. Drama queen. Heç nə oxumağı, mən nəsə oxumaya çalışırdım. Bu qədər. Yaxşı olacaq hər şey. Bir gün Hər şey yaxşı olacaq. Bu qədər. Yaxşı olmasa da mənim kimi yəni. Bir dəfə girərsiniz, 2 dəfə girərsiniz, 3 dəfə girərsiniz. Əslində oğlan izləyicilər də var burada əslində, amma ki qızlara deyirəm, problem yoxdur. Tamamdır. Saatlarca dərs oxumağa necə həvəs yaradırdın və gündəlik dərs rutinin necə idi? 10-cu sinifdə daha çox rutinli idim. 10-11-də plan tutmuşam. Plan tutmağı çox sevirdim. Birinci sualdan elə cavablamağa başlayım. Dərs oxuma həvəsi nətər yaradırdım. Mən biraz diqqətim yayınır. Yəni saatlarca bir dərsin üstündə qala bilmərəm. Ona görə məsələn çətin fən qoyurdum. Ta ki biologiya dərs oxumaq. Məsələn, nə oxumaq olsun? Genetika oxumaq. Bu çətindir. Amma həvəsləndirici olaraq dalınca kimyadan nəsə test işləməyə qoyurdum. Və bilirsən nətər? Hamısı onsuz o planda yazılıdır ya. Avtomatik sana eləməyə başlayırsan. Çox bir vaxt itkində olmur da, düşüncələrə qərq olmursan, vaxt itirmirsən. Və indi hər şeyin planı var ya, tez-tez bu bitsin, ona başlayım. Belə bir şirinlikləndirmə və həvəsləndirmə edirdim özümə. Ki fənnini dəyişirdim tez-tez. Mən də cavablandırım ki, mən heç bir şəkildə plan hazırlamırdım. Plan deyəndə günlük plan hazırlamırdım ki, bu saatdan bu saata bunu eləməliyəm, bu saatdan bu saata bunu eləməliyəm. Mən çalışırdım ki, ümumi bu ay bunu bitirməliyəm, bu ay bunu təkrar eləməliyəm kimi bir şeylər edeyim və günü tamamilə doldurum həmin gün yəni. Saatına qədər belə planlamağa çalışırdım həqiqətən, amma alınmırdı. Nə duran vaxtım. Alınıb ki, 400 yazıbsan. Yox, məsələ nədir? Alınmayan günlər olur da, yəni bunu eləmək istəyirəm bu saat. Hamımız insanıq. Ona görə özünüzü yəni sıxmayın, özünüzü plan qurmaqdan soyutmayın. Amma plan qurmanın həqiqətən çox faydası var ki, mən bunu universitet vaxtımda belə eləməyə davam edirəm. Yaxşı bir vərdişdir. Motivasiya mı, disiplin mi? Əlbəttə ki, motivasiya da olmasa olmaz, amma disiplin mütləqdir. Çünki yəni motivasiya bir duyğudur, o keçə bilir. Bəzən məsələn çox çətinliklə qarşılaşanda insan başlayır sorğulamaq ki, mən həqiqətən bu qədər istəyirəm. Yəni özümə bu zülmü verməyə dəyər. Ancaq disiplin daha vacibdir. Yəni motivasiyan olmasa belə o günlük planında nə yazıldığını biləndə, nə edəcəyi biləndə disiplinli bir şəkildə, ardıcıl bir şəkildə onlara davam etməyə başlayırsan. Ona görə disiplin daha vacibdir. Bir də yəni məncə motivasiya stabil bir duyğu deyil. Amma disiplin stabil bir duyğu olmalıdır. İradən stabildirsə, o da stabildir. Bəli, amma nə də olsa özünüzə çox yükləməyin. Hamımız insanlar, bəzi günlər nə motivasiyamız olur, nə disiplinimiz olur. Onda da özünüzə istirahət verə bilərsiniz məncə. O bir dənə kişi var idi, proqnoz verdi. Allahın işidir. Dediklərimi çox da ciddiyə almayın. Yer onun, göy onun, Allah özü bilər. Sağ olun. Sağ olun, salamat qalın. Biz bitirmirik videonu bu arada. Həmən statikası var. Kim nətər istəyir eləsin. Bu videoda boş-boş danışam, heç qulaq da asmayın məncə. Yaxşı olar da, vaxtınızda varsa girərsiniz. Allah qoysa, amin. Əgər kommentlərə olmazsa o coinlərdən atsaz, Ramazan bitmədən hamınız üçün dua eləyə bilərəm. Bəli.
Bu qədər demək istəyirəm. Ramazan bitmədən bu video gəlməyəcək. Ramazan neçə günə bitir? 4-cü gün, 5-ci gün belə. Onda gəlməyəcək. Əslində Instagramda yazılan suallarda mən bir neçə də vəsait, hansı vəsaitdən istifadə etməliyik, dərslik yetərmi, test olaraq hansılar işləməliyik deyə suallarla da qarşılaşdım. Ona istəyirəm ki, Ləman ümumi bir cavab versin. Birinci işlənilən testlərdə əlavə məsələsinə toxunum, sonra dərslik məsələsinə gələrəm. Fizikada əsas toplu idi, əsas demək işləyirdim. Sadəcə müəllimin təşviqi ilə güvən də işləyirdim. Bir də əlavə olaraq sınaqlar, əsas Landau sınaqlar, çünki Landau sınaqlarının situasiyalarına OTK-nın situasiyalar üstə düşür. Taktik verim sizə. OTK-da da ikisi yığmaq üçün taktiklər. Fizikada çox əlavə vəsaitə gəlmirdi, maksimum güvən idi. Biologiyada da toplu, güvən, qiymətləndirmə var idi. Kitabın adını qiymətləndirmə deyirdik. Hətta boş vaxtlarımda yəni təkrar məqsədindən dəyər belə işləyirdim, yəni güvənlə oxşardı deyə. O da nətər? Yəni bilirdim ki, mən bu gün mövzunu təkrarladım, ona uyğun test işləməyə çalışırdım. Yenə müəllimin verdiyi sınaqları işləyirdim. Gəldi bu il deyəsən əksəriyyətin yaralı yeri kimyadır. Fikir verdim suallardan. Mən də fikir verdim. Kimyadan neçə yazdınız? 400 necə yazarlar. Mən kimyadan 29 yazmışam, Ləman kimyadan 30 yazıbdı və ikimiz də kimya haqqında tövsiyələr verək biraz deyə düşündüm. Kimya birincisi yenə eyni məsələyə gəlir, qaydanı yaxşı qavramalısınız. Məsələn, orada müəllimini tam tutmalısınız. Sonra bəziləriniz məsələyi həll etməyə də çətin necəkdir, amma həqiqətən də danılmaz bir reallıqdır ki, bloka baxanda insan gözünə elə ən çox kimya situasiyası gəlir ki, hə, bu həqiqətən də çətindir. Ona görə vəsait işləməkdən qaçmırsınız. Əlbəttə ki, bu situasiyalar kimya topludakı o son 19-dan olan ətraflı yazılarla çox oxşar olur, amma 19 sualın hərəsi bir tipdir və bir tipdən bir sual həll etməklə o sualın davası ola bilmirsiniz. Yəni o əminlik yaranmır ki, mən blokda bu sual qalmama çıxanım, mən bunu həll edə biləcəm. Ona görə kimyadan əlavə vəsait mütləqdir. Əsas kimya toplu, güvən, hədəf. Sonra biraz daha çətinləşdirilmiş versiya olan, amma məncə situasiyanın da açarı olan 2 kitab var ki, birinci Gəray Əşirovun 26 sınaq olan kitabı, ikincisi də Günel Məmmədovla Vüqar Zeynalovun Kimya test opsisi kitabı idi ki, Gəray müəllimin kitabından sınaqları işləyirdim, demək olar ki, başdan ayağa. Ancaq ikinci kitabda daha çox seçmə sualları işləyirdim, müəllimin verdiyi seçmə sualları işləyirdim. Onların da çox kömək oldu mənə kimyada. Vəsaitlər, yaddan çıxmışdım. Dərs vəsaitlər. Biologiyada bu çox müzakirəli məsələdir ki, yəni güvəndən də oxuya yoxsa ancaq vəsaitlər kifayətdir. Məncə vəsaitlər əsasdır. Onların küncün bucağını bilməyə çalışın. Hətta vəsaitlər kifayətdir, ancaq müəllimin izahı dərslik vəsaitləri üzr istəyirəm. Dərslik vəsaitləri kifayətdir, ancaq müəllimin izahı da məncə mütləqdir. Yəni bu demirəm, mütləq gedin müəllim yanına. YouTube-da da yəni müəllim izahları var. Onlar sizə prosesi daha qəşəng izah edə bilər, daha gözəl kodlaya bilər. Bunlarla paralel vəsaitlər diqqətlə cümlə və cümlə oxuya bilsəz, yəni qaydanı tamamlaya bilərsiniz. Fizikadan daha çox müəllimin yazılan qeydlərə baxırdım. Düzdür, deyirlər fizikadan da dərslik oxuyun, amma oxuya bilmirdim. Çox maraqsız gəlirdi. Eyni şəkildə kimyada yəni vəsait çoxdur. Onun fərqi yoxdur aradan oxusaz məncə. Hə, məncə biologiya dərslik, məktəb dərsliyi daha önəmlidir. Hətta məncə fikirləşirlər ki, biologiyadan dərslikdən də əlavə düşür. Əslində əlavə düşmür. Dərslikdən inteqrasiya olunmuş suallar düşür əslində. Ona görə də sizə tövsiyə edirəm ki, müəllimlərin izahlarına qulaq asın, hansı ki, oradan nəticələr çıxardılar həmin cümlələrdən. Məncə mən bunu tövsiyə edirəm. Çalışmaq əsasdır, yoxsa zəka? Bu da disiplin əsaslı, yoxsa motivasiya sualı kimi. İkisi də əsasdır. İkisi də bir yerdə edə bilirsinizsə, yəni zəkanız varsa, çox da çalışırsınızsa, nə xoş sizin üçün. Ancaq əgər siz zəkalı bir insansınızsa, çox çalışmırsınızsa, mümkün deyil, yəni yüksək bal toplaya bilərsiniz demirəm. Mümkünsüzdür. Ancaq çalışmağa üstünlük verməlisiniz. Əgər tam qavramaqda çətinlik çəkirsinizsə, ancaq çox çalışqansınızsa, yenə mümkündür universitetə daxil olmanız. Ancaq bu zaman bir zəkanızı da artıra bilərsiniz. Yəni bu biraz qəribə səslənir, ancaq məsələn qaydanı qavrayaraq zəkanızı artıra bilərsiniz. Fizika, riyaziyyat işləyərək zəkanızı artıra bilərsiniz. Və mən də bu haqda fikrimi demək istəyirəm ki, zəka mı, çox çalışmaq mı? Məncə zəka biraz bəlkə zəka deyəndə nə nəzərdə tutduğunuz lazımdır. Amma normal bir insan zəkasına sahibsizsə, çalışmaqla hər şeyi bacara bilərsiniz. Çünki imtahan üstün zəkalı insanlar üçün hazırlanmır. Normal insanların yaza biləcəyi şəkildə hazırlanır ki, bəlkə bu il istisnalıdır, bu il bəlkə çətin olub biraz suallar. O mövzuda sizlə razılaşıram. Amma fikirləşirəm ki, hər şeyi çalışsaz hər şeyi bacararsınız. Bəli, biz sizə inanırıq. Bəli. Qulatsaz biraz da inanırıq. Yuxu rejimi necə idi? Gündə neçə saat dərs oxuyurdun? Əlbəttə ki, bu insana görə dəyişən bir rəqəmlərdir. Yuxu rejimim 10-cu sinifdə çox sabit bir yuxu rejimim var idi. Mən biraz gündüz dərs oxumanın daha tərəfdarıyam. Və 10-cu sinifdə bir ixtiyar saat 10-da, axşam 10-da yuxuya gedirdim və saat 5-də 6-da da dururdum. Hətta onlayn dərsə qoşulmaya çalışırdım. Onda belə yatıb qalırdım. Çünki mən saat 10-da yatmalıyam. Amma 11-ci sinifin xaosundan bu pozuldu. Sadəcə çalışırdım ki, yəni lazımi yuxunu alım da, yəni minimum 6 saat, ortalama 8 saat yata bilim. Çalışın yuxu rejiminizi pozmayın amma. Çünki yuxu rejiminin təsiri böyükdür. Gündən neçə saat oxumaq sualını düzü sevmirəm. Çünki bu aya görə, həftəyə görə belə dəyişən bir şeydir. Yəni
Elə bir vaxtım olurdu ki, məsələn, buraxılış blok ikisini bir yerdə idarə etməyə çalışırdım. İmtahana az qalmışdı. Hazırlıqlarla bir yerdə bəlkə də 14 saat olurdu. Yəni o bu amma pikdir də. Elə günüm olurdu ki, çox yorğun olurdum, 3 saat olurdu. Yəni bu dəyişən bir şeydir. Əsas bir rəfiqəm deyirəm ki, keyfiyyətlə kəmiyyətin ikisini bir yerdə paralel aparmaqdır. Ona görə saatlar çox, rəqəmlərə çox takılmayın. Dəngəni korumaq. Bəli, olmaza qatılıram. Və məncə yuxu rejimi mövzusunda məncə minimum mənim qaydam minimum 6 saat yatmaqdır. Hətta 7 saat da ola bilər. Onun əlavədə qalanı da individualdır həqiqətən də. Dərs oxumaq müddəti mən məsələn çox qısa müddətdə çox odaqlanıb, çox uzun müddətdə odaklana bilməyən biriyəm. Ona görə mənim gündəlik dərs oxuma müddətim 3 saata da böyük bir hissəni qavraya bilərəm. 10 saata da böyük bir hissəni qavramaya bilərəm. Yəni bu individual olduğunu demək istəyirəm. Və burada 10-cu siniflər, bir neçə 10-cu sinif sualı görürəm ki, uşaqlar soruşurlar ki, 10-cu sinifdə nə etməliyik? Yəni 10-cu sinif həqiqətən də yəni sevimlidir. Yəni buna söz ola bilməz, heç olmaz mənə qatılır. 10-cu sinifdə heç bir stres yoxdur, heç bir həyəcan yoxdur. Heç bir xaos yoxdur. Başlayırsınız təzə bir beynə, təzə fən. Əlbəttə ki, ilk öyrəndə çətin ola bilər. Ancaq həqiqətən də 10-cu sinifə nətər necə başlasanız, bu sizə 11-də maksimum kömək ola bilər. 10-cu sinifdə qaydalarla ilk dəfə tanış olursunuz. Çalışın çox keyfiyyətli bir şəkildə qaydanı qavrayın. Əlbəttə ki, ilk dəfədən 100% qavraya bilməzsiniz, amma çalışın ilk dəfədən qavramağa, anlamağa çalışın ki, 11-ci sinifin o xaosunda, o çətinliklərində, buraxılış blok qarışıq vəziyyətlərində işiniz asan olsun. 11-ci sinif sizin üçün təkrar kimi olsun. Məncə də elədir. Mən bir dənə söz deyirəm sadəcə. Nə öyrənirsə 10-cu sinifdə öyrənirsiniz. Çünki 11-ci sinifdə bir şeyi öyrənməyiniz daha da çətinləşir əslində mənim fikrimcə. Və bir də sual var idi ki, mən də ona əlavə etmək istəyirəm. Aktiv öyrənmə metodları, taktikaları. Amma əzbər tələb edən fən dedikdə 4-cü qrupda biologiya nəzərdə tutular, ancaq digər qrupun abituriyentləri də bu dediklərimi həyata keçirə bilərlər. Nə edirdim? Tutaq ki, bizim 1-ci və 4-cü günlər biologiya dərsimiz var. Biologiyanı çalışırdım hazırlıqdan gələn kimi oxuyum. Niyə ki? Çünki müəllimin izahı bir dəqiqə sizin yaddaşınızdadır və onu ən keyfiyyətli anlaya biləcəyiniz vaxt elə ilk dinlədiyiniz vaxtdır. Çalışırdım 1-ci gün öyrəndim və sanki kiməsə izah edilmişcəsinə danışım. Yəni mənim ən sevdiyim metod budur. Məncə həm ən yaxşı anlama, həm də ən yaxşı əzbərləmə metodu kiməsə danışırmışcasına eləməkdir. İkinci olaraq yenə ikinci və üçüncü günlər təzədən oxuyaraq danışırdım. Dördüncü gündə hazırlığa gedəcəm. Hazırlığa getmədən əvvəl yenə bir dəfə özümə danışırdım. Təsəvvür edin ki, bir qaydanı 4 dəfə, 3 dəfə təkrarlamış olursunuz. İndi mən aralığı biraz çox dedim, 1 və 4-cü gündədir. Bir də bəzən şey eləyirdim, həftə sonu. Mən bu həftə nə oxumuşam? Onların o təkrarını eləyirdim. Burada da plan yazmağa köməyimə çatırdı ki, mən baxırdım bu həftə nə etmişəm. Bir də həmin mövzunu 11-ci sinif ərzində OTK sınavı olanda təkrarlayırdım. Mən ümumiyyətlə xüsusi təkrar planım olmayıb. Yəni çox çalışırdım qurum. Amma nəsə alınmır da, xaosdan idim, tapşırığın çoxluğundan idim. Mən Əslində belə bir sualda xatırladım ki, uşaqlar yazmışdı. Sınav imtahanları vacibdirmi? Sınav imtahanlarına imtahan kimi hazırlaşmalıyıqmı? bəli, qəşəng sual həqiqətən də. Sınav imtahanlarını mən çox ciddi alırdım. Yəni elə bil real imtahanımdır da yəni. Məncə o real imtahan simulyasiyası. Simulyasiya. Məncə real imtahan simulyasiyası. Simulyasiya. Məncə real imtahan simulyasiya. Real imtahan. Hə. Məncə real imtahan kimi hiss edirsən və ona alışmış olursan. Yəni bir növ bayaq soruşulmuşdu, məsələn, stresi necə idarə edeyim? Yəni o stresi idarə eləməkdə sınaqlarda sanki təcrübə olur da. Sınaqlara nətər hazırlaşırdım? Dedim ki, əsl imtahan kimi hazırlaşırdım. Əgər mənim həftə sonu sınavım varsa, elə həftənin başından onu düşünərək başlayırdım. 5-6-cı günlərdə çalışırdım. Çoxlu təkrarlar eləyim. Yəni əsl bir imtahanmış kimi və müəyyən qədər o sınağa hazırlaşanda sanki özümə bir təkrar planı qururdum. Amma əslində bir təkrar planım da yox idi. Sınağa hazırlaşmaq idi təkrar planım. Bu mükəmməl idi. Məncə stresin qarşısını almaqdır. Mən məsələn 1-ci, 2-ci illərimdə buna qarşı stres yaşayırdım və heç bir şəkildə sınağa getmirdim. Altı xəttəyəm ki, sınağa getmirdim. Ona görə mən sınağa getməyə çox faydalı görürəm. Hansı ki, əslində biologiyada mövzuları təkrar etmək mövzusunda mənə çox kömək olur. Həqiqətən sonunda çox qatılıram. Hal-hazırda ümumiyyətlə abituriyenti çox sıxırlar. Hər tərəfdən sıxırlar. Yəni bir yandan müəllimlər sıxır, bir yandan bəlkə də valideynlər sıxır, bir yandan insan özünü sıxır. Ona görə də hamı qaçır ki, yəni sınağa getməsin də. Çünki sınağa getdin gələn kimi soruşurlar. Neçə sualı düz yazırsan? Nə qədər səhvin var? Nə qədər düz var? Və bu həqiqətən insan bir yerdə sınaqdan iyrəndirir və müqayisədə, daim müqayisə olunursa, falan kəs bu qədər yazır. Çalışın bunları, yəni beyninizdə blurlayın, görməyin, eşitməyin, amma sınaqdan qaçmayın. Həqiqətən sınaqdan çox kömək olur. Fikir verməyin ətrafdakılara. Borcunuz yoxdur heç kəsə. Yəni motivasiyadan düşməyin də. Çalışın rəqabətçil bir insan olmağa çalışın və motivasiyadan o sizi motivasiyadan salana qədər daha da sizdə bir motivasiya yüksəkliyi yaratsın ki, hə bu sınaq mən az yazmışam, gələn sınaq daha çox yazmalıyam, özümü göstərməliyəm, öz zəhmətimin qarşılığını özümə verməliyəm. Belə. Bu arada bu rəqabəti biz yaratmırıq. Bu rəqabəti
və ixtisas seçimi yaradır. Çünki çox insandan önə düşməlisən ki, sən qəbul olasan. Balın yox, əsas önə düşməlidir. Hə, bunu bayaq da cümlə kimi işləmişdim ki, rəqabət rəqiblərdən qabaqda olmaq. Yəni həqiqətən universitet ən çox bal yığan o ilk uşaqları toplayır və onlardan biri olmaq üçün müəyyən məsələlərdə qabaqda olmalısınız. Mən məsələn bayaq dedim, sınağa tez başlamaqda, imtahana tez başlamaqda, bloka hazırlaşmağa tez başlamaqda qabaqda olmalısınız məsələn. Rəqabət də nətər? Mən biraz rəqabəti sevirəm və həyatım boyu rəqabət aparmışam, amma çalışın bunu toksikləşdirməyin, yəni zərərli bir formaya salmayın, özünüzə ziyan verməyin. Sadəcə rəqabəti mədəni formada, əylənərək, özünüzü motivasiya edən bir vasitə kimi istifadə edə bilərsiniz. Bir rəqib olaraq Ləmanın rəqabətini sevirdim. Həqiqətən çox maraqlı idi. Çünki mənə çox suallar verirdi. Darıxdıq. Darıxdıq. Sizə də darıxmaq nəsib olsun. Sizə də nəsib olsun darıxmaq o günlər üçün. Bir də sualların içində ən çox verilən suallardan biri də açıq suallar necə yazmalı, necə açıq suallar hazırlaşmalı olduğumuz idi. Əslində sualların içində bir çoxunu biologiya haqqında, kimya haqqında Ləman dedi, amma indi ümumən bir şey demək istəyirəm və fizikadan da soruşanlar var idi. Əsasında kimyadan bu illərdə çətin olduğu üçün belə deyək, gözünüzü qorxutmağa çalışmıram. Gözünüz qorxmasın. Oxursunuz, çalışırsınız, həll olacaq. Yəni niyə də həll olmasın? Situasiyalar həqiqətən də çox diqqət tələb eləyir. Mən qədər çətin də ola bilər. Yəni imtahanın çətin hissəsi bəzən situasiyalar, məsələn kimyada. Birincisi təsəlli ilə başlayım. Situasiyalar bəzən özünün həllini verir. Yəni nətər? İki yolla verə bilər bunu. Bir bəzən görürsünüz ki, rəqəmlər həqiqətən heç düz getmir. Onda situasiyanı təzədən oxuyub diqqət yetirirsiniz ki, nə gözdən qaçırmışam. İkinci də məsələn situasiyanı görürsünüz, fikriniz yoxdur. Bütün sualları oxuyun, 3 sualın üçün də oxuyun. O suallar sizə situasiyanın həllinin gedişatı ilə bağlı məlumat verəcək. Məsələn, kimyada elə olmuşdu. Biologiya situasiyamız bizim ilimizdə. Yəni mən birinci şans imtahanında olmuşam ancaq kitabda çox yaddan çıxan bir hissədə idi. Anatomiya kitabının axırından düşmüşdü. Donorla əlaqəli idi ki, donor məsələsi biraz belə şifahi bir mövzu kimi gəlirdi əksəriyyətə. Çalışın ona görə. Ümumiyyətlə arxayınlıq insanı yıxır. Bu həyatda hər şey ola bilər, hər şey başına gələ bilər. Xahiş edirəm ciddi yanaşın bu məsələlərə. Fizika situasiyamız ikinci hissədən düşmür. İkinci hissənin birinci hissəsində qarışıq idi. Ümumiyyətlə fizikada mövzuları qarışdırmağı sevirlər və bu biraz çətinlik törədə bilər. Sualı diqqətlə oxuyun və bu qədər. Landau'nun situasiyaları da çox kömək olur bu məsələlərdə. Və ətraflı yazılırlar topluda ki. Buna oxşar düşür. və özünüzü qorxutmayın. Situasiyalar da əslində 3 dənə asan sualın birləşməsidir. 3 dənə olduğu üçün bizə qorxulu gəlir. Son olaraq yəni bir şey qeyd etmək istəyirəm. Belə suallarda çox var idi. Məsələn, 3 aya balımı bu qədər artıra bilərəm və yaxud da sınaqlarda bu qədər yığmışam, imtahanda nə qədər yığa bilərəm. Bunların hamısı sizin özünüzdən asılıdır. Öz inamınızdan, çalışmanızdan asılıdır. Yəni özünüzü bir qəlbə sığdırmağa çalışmayın və hətta hər şey mümkündür. Əgər həqiqətən istəsəz, inansaz, bir taktika, bir çalışma eləsəz, yəni həqiqətən alına bilər. Özünüzü bir qəlbə sığdırmağa çalışmayın. Hər şey mümkündür bu həyatda. Bir də mən də əlavə eləmək istəyirəm ki, mənə də deməyə çox o haqqda mesaj gəlir. Birdən dayana bilməm cavab verirəm, amma ki, yəni ümumən buradan cavab verim ki, individualdır və 10% mənim tövsiyələrim, bizim tövsiyələrimiz və dediklərimiz isə 90% sizin iradənizdir. Həqiqi mənada sizin nə elədiyinizdir. Bu qədər. Çalışın, yəni bir də məsələn belə ancaq dərs danışdılar. Okey, həyatımın çox hissəsi 11-ci sinifdə dərs oxumaq olub, amma özümün çox şeydə qurban vermirdim, nə yalan deyim. Əgər mən bir şey eləmək istəyirəmsə, onu eləyirdim. Yəni bir aktivitə ola bilər, bir dostlarla vaxt keçirmək olar. Onu eləyirdim. Əlbəttə ki, doğrusunda eləyirdim, amma istəyirəmsə eləyirəm. Ondan sonra o müəyyən bir daha çox çalışma, sıxı bir tempo kimi geri qaytarırdım özümə və yaxud da bir motivasiya kimi istifadə edirdim sadəcə ondan. Bir də yəni çalışın hər şeyi bir yerdə aparın. Mən buna çox inanıram. Biraz qəribə gələcək, amma həm dərs oxumağa çalışırdım, həm yaxşı bir insan olmağa, həm dua eləməyə, həm ailəmlə vaxt keçirməyə, hamısı bir yerdə eləməyə çalışırdım ki, yəni bunlar mənə qarşılıq olaraq qayıdacaqmış kimi gəlirdi. Yəni ümid edirəm ki, bu video sizin üçün faydalı olmuşdur. Videoda hər hansı bir qüsur varsa, həqiqətən də məncə keçmək olar, çünki bu Salmaz xanımın da mənim də ilk videomdur. Əgər nəsə bir çatışmamazlıq və yaxud da əlavə bir sual varsa, bunu çatışmamazlıq dedim olsa. Çatışmamazlıq nədir? Cahil. Çatışmazlıqdır. Mən də demək istəyirəm ki, bu bizim ilk videomuz idi. Səmimi bir ortam yaratmaq istədik özüm üçün. Amma biraz stresli anlarımız var idisə də, onda ilk olduğuna başlayın. Məncə də, yəni həqiqətən səmimi bir ortam oldu. Çünki biz onsuz da Salmazla rəfiqəyik. Yəni normalda nətər danışırıqsa, bunu da elə yansıtmağa çalışdıq. Video üçün gətirməmişəm bura 400-ü. Tuzlad verməyib. Əgər nəsə bir sualınız olsa, yəni ağlınıza taqqılan bir hissə olsa, bunu şərh bölməsində qeyd edə bilərsiniz. Ya Salmaz ya da mən cavablandırmaya çalışacağıq. Belə videoların davamı gələcək. İzləmədə qalın, abunə olun, likelayın. Bəli. Sağ Ümid olun. edirik ki, faydalı olmuşdur. Sağ olun.